mənə söysün, mənə təhqir eləsin, mənə əmr eləsin, başa düşürsən? Çünki xoşum gəlir, oğlan söyər də. Əlbəttə ki, bir jurnalist olaraq söz və ifadə azadlığının tərəfdarıyam. Amma bəzən məhdudiyyət olmalıdır. Məsələn, mən çox istəyərdim ki, sosial şəbəkələr, xüsusən də TikTok dövlət tərəfindən ciddi bir nəzarətə götürülsün. Niyə? Çünki bu cür insanlar öz həyat tərzlərini təbliğ edirlər. Biz hər nə qədər desək ki, 18 yaşdan aşağı uşaqlar TikToka girməməlidir. Amma bugün yeniyetmələrin, uşaqların hamısı TikTokdadır. Yəni biri var, şəxsi həyatımdır deyib, bu həyatı özün yaşayasan, öz evinin içində yaşayasan, öz evinin divarları arasında yaşayasan. Biri də var ki, bu əcaib həyat tərzini təbliğ edəsən, ictimailəşdirəsən. Yaşayırsan bu çirkin həyatını, get öz evində yaşa.